değerli izleyicilerimiz, İnsan Hakları Verilişi efirde ve sizinle ben Vüqar Elmanoğlu. Değerli izleyicilerimiz, biz dünən bir araştırma aparılmasına dair məlumat yaymışdıq. Az yaşlı uşağın döyülməsi və xəsarət yetirməsi ilə bağlı araştırma aparılmışdır. Araştırma zamanı təqdim etdiyimiz materiallara uyğun olaraq təqdim etdiyimiz materiallarda görünürdü ki, Ələkbərli Ayxan Firdovsioğlu tanınmış general-leytenant Firdovsi Ələkbərovun oğlu idi. Və bu mübahisədə, ailə mübahisəsində, ailə münaqişəsində Firdovsi müəllimin adı hallamaqda davam edirdi. Və bugün də mən özümə borc olaraq bildim ki, biz bir redaksiya olaraq, redaksiya nümayəndəsi olaraq özümüzə borc bildik ki, biz Firdovsi müəllim Ələkbərovdan, general-leytenant Firdovsi müəllim Ələkbərovdan bu fakta dair, bu olan olaylara dair öz münasibətini bildirsin. Bütün tamaşaçılarımızı salamlayıram, sizi də salamlayıram. Təşəkkür edirəm ki, məni öz verilişinizə dəvət etmişsiniz və bu məsələni siz daha geniş işıqlandırmaq üçün öz tərəfinizdən bu addımı atmasınız. Mən Beynəlxalq İnsan Hüquqları Müdafiə Komitəsi tərəfindən Maliyyə Departamentinin rəhbəri olduğuma görə mənə general-leytenant rütbəsi verilir. Mənim haqqımda yayılan bu məlumatlar hər hansı bir safı özümüzdə olan baltalardan götürsək, müəyyən qüvvələr tərəfindən idarə olunur. Təbii ki, Azərbaycanın daxilində bir çox mənfi qüvvələr var. Dövlətə və dövlətçiliyə qarşı hər hansı bir öz mövqelərini həyata keçirdirlər. Yəqin ki, yaxın gələcəkdə də bunlar hamısı öz təsdiqini tapacaq. İnanıram ki, düzlük, həqiqət həmişə qanun qarşısında öz təsdiqini tapır. Firdovsi müəllim, burada belə bir sual yaranır. Azərbaycan Respublikasının qanun veriliyinə uyğun olaraq istər cinayət məcəlləsində, istər cinayət prosessual məcəlləsində yetkinlik yaşına çatan insan törətdiyi cinayət əməlində, tutağım ki, törətdiyi cinayət əməlində valideyn məsuliyyət daşımır. Bütün bu sosial şəbəkələrdə nə üçün orada sizin adınız ki, orada general-mayor, bəzi mənbələrdə deyilir ki, general-mayor, bəzi mənbələrdə deyilir general-leytenant Firdovsi Ələkbərov. Bunu siz necə izah edə bilərsiniz? Oğul ataya, ata oğula cavab verə bilərmi? Vüqar müəllim, təbii ki, o yetkinlik yaşına çatmış artıq bir insandır. Onun törətdiyi ya törətmədiyi, onun günahkar olub olmadığını məhkəmə təsdiqlənməyincə hər hansı bir özünü tanımayan, əqidəsi olmayan, savadı olmayan hər hansı bir jurnalistin özündən uydurma məsələləri qaldırması ümumiyyətlə nəinki qanuna, hər bir şeyə ziddir. Heç bir şeyi araşdırmadan, heç bir şeyi anlamadan, heç bir şeyi əsaslandırmadan, əsası olmadan bu sözlərin yayılmasında onlar məsuliyyət daşıyır. Hər halda yəqin ki, yaxın gələcəkdə biz bu insanları rəsmi olaraq məsuliyyətə cəlb edəcəyik. Çünki onların heç bir səlahiyyəti yoxdur ki, onlar bu reklam şəkilli, bu yararsız, yalan, uydurma söhbətləri öz aralarında aparsınlar. Firdovsi müəllim, dünən belə deyək, qarşıma bir reportaj çıxdı, Xəzər televiziyasından verilən bir reportaj idi. Orada belə deyək, Nina Marietta sizin oğlunuzun qeyri-rəsmi yaşadığı qadının birinci həyat yoldaşı Xəzər televiziyasında
belə bir açıqlama vermişdi ki, bu bütün hadisələrin arxasında Firdevsi Ələkbərov durur, general-leytenant Firdevsi Ələkbərov durur və istintaqa təzyiq edir. Moldova Respublikasının səfirliyi, konsulluğu istintaqa təsir edir. Bu halları, bugünkü gündə siz bunları necə izah edə bilərsiniz? İzahı budur. Birinci məhkəmə ekspertizasında uşağın heç bir xəsarət almaması haqqında və Nə zaman bu məhkəmə ekspertizası? bu məhkəmə ekspertizası uşağın ata tərəfindən aparılıb saxlanıldığı bir müddətdən sonra Hansı müddətə təsadüf edir? o bir həftəyə təsadüf edir. Yəni bugün bizim apellyasiya məhkəməmiz oldu. Bəli. Düzdürmü? Bəli. O apellyasiya məhkəməsindən öncə burada mənim əlimdə material var ki, 25-ci ildə Nina xanım dəfələrlə həm belə deyək, Moldova Respublikasının səfirliyinə müraciət edib, əlavə olaraq polis bölməsinə müraciət edib ki, həqiqətən Aslan Ramin Ramizoğlu Nina xanım, Mariettanın, Nina xanımı ilkin niyyətdə olduğu həyat yoldaşını dəfələrlə incidib və belə deyək də güc tətbiq edib. Bugünkü gündə də mən sizə həmən o materialları təqdim edəcəm ki, biz bu günlərin apellyasiya məhkəməsinin qarşısında olduğu halda Marina xanımın rəfiqələri və digər müəyyən bir insanlar ki, orada ifadə verdilər, yəni bizə müsahibə verdilər ki, həqiqətən Marina xanımı boşanmaqdan əvvəl, boşanmamışdan əvvəl, qərar çıxmamışdan əvvəl, bir ay əvvəl Marina xanımı həyat yoldaşı, rəsmi olaraq Aslan Ramin Ramizoğlu həyat yoldaşı onu az yaşlı uşağı ilə qovalayıb çıxartmışdı çölə. Yəni belə deyək, bayra atmışdı. Heç bir yaşayışı olmadığı halda, pulu olmadığı halda, Moldova Respublikasının vətəndaşı olduğu halda çıxardıb atmışdı çölə. Bunu qoyduq qırağa. Bu istintaq materialdır. Bu araşdırma gedir. Sadəcə mənə maraqlıdır Firdevsi müəllim. Burada nə üçün sizin adınız sallanır? Bir halda ki, Ayxan artıq neçə yaşı var? 35 yaşı var. 35 yaşı var. 35 yaşlı övlad özü-özünə cavabdehdir. Kimlərin sifarişidir və kimlər tərəfindən sizin adınızın burada hallanmasını istəyib? Bax, biz onu araşdırmaq istəyirik. Mənim dəqiqliklə deyə bilmərəm, ancaq fikrim belədir ki, yəni Ramiz Beytev kimi bu günləri vətən xaini maddələrindən ittiham olunan Əli Həsənov kimi, onun köməkçisi və onun və başqa tür töküntüləri həmişə Azərbaycanın mövqeyini sevən, Azərbaycana dəstək olan, Azərbaycan üçün həyatını qurban verən insanları həmişə ləkələmək, onları tarixdən silmək, onların haqqında olan düzgün, dürüst məlumatları başqa yerə yönəltmək. Aydındır. Aydındır, Firdevs müəllim. Dünən mən bir sürəti də şəxsən dəyərli izləyicilərimiz bir sürət mənə göndərilmişdi montaj olunmaq üçün. Səs yazma idi. Onu da bizim redaksiyamızın əməkdaşları montaj eləmişdilər. Firdevsi Ələkbərovun həyatı və həyat hekayəsi. Həmən orada hələ bu hekayə yaramamışdan öncə mən bilirəm, mən bir jurnalist olaraq bilirdim ki, siz Firdevsi Ələkbərov 1990-cı illər ərəfəsində Azərbaycan Respublikasının ordusu, quruculuğu olmadığı halda Ulu Öndər Heydər Əliyev hələ ki hakimiyyətə gəlmədiyi halda Azərbaycan Respublikasının ordusu tamamilə dağılmış bir orduydu. Tamamilə bir dağılmış orduydu və həmin vaxtında da Firdevsi Ələkbərov öz hesabına Özbəkistan Respublikasında yaşaya, korporasiyanın rəhbəri olaraq Azərbaycan Respublikasına qırıcı təyyarələr, silahlar, belə deyək,
Əsgərlər üçün geyimlər falan, yəni orada bizim dünənki çəkilişimizdə orada əks olunur və bugün də mən sizə həmin o kadrları təqdim edirəm. Sizin ekranlarınızda gedir. Faktiki olaraq Firdevsi Ələkbərov bunları edir. Bunun nəticəsi olaraq mən sadəcə bilmək istəyirəm. Ondan da əlavə bilmək istəyirəm ki, dəyərli izləyicilərimiz, Firdevsi Ələkbərov, general-leytenant Firdevsi Ələkbərov Türk dünyasını, Turan dünyası tarixi bir kitab, belə deyək, ərzəyə gətirib. Şəhər var, yəni bu var, artıq bu var. Görürsünüzmü? Sizin ekranlarının qarşısında Turan dünyasıdır. Bu Turan dünyası kitabı artıq Azərbaycan Respublikasının, nəinki Azərbaycan Respublikasının yaxın, belə deyək, şərq, yaxın şərq, uzaq şərq, orta şərq, bütün dünyası, müsəlman dünyasının bir ortam, bir məxrəcə gələn, bir birləşdirən bir kitabdır. Bu kitabın müəllifi 90-cı illərdə Azərbaycanın xaosu, Azərbaycan Respublikasının xaosu olduğu halda Firdevsi Məmmədov, Firdevsi Ələkbərov Azərbaycan Respublikasına göstərdiyi yardımlar hara və bugünkü gündə sosial mediada açıqlanan Firdevsi Ələkbərovun oğlu, Firdevsi Ələkbərovun 2 oğlu ola bilər, 3 oğlu ola bilər, 10 dənə oğlu ola bilər, 2 qızı və 5 dənə qızı ola bilər. Allah hamısını canı sağ eləsin. Və hər bir uşaqların məsuliyyətini Firdevsi Ələkbərov daşıya bilməz. Nəinki Firdevsi Ələkbərov, heç bir valideyn onların məsuliyyətini yetkinlik yaşından ötəndən sonra məsuliyyətini daşımağa ixtiyarında daşıya bilməz. Yəni daşımamalıdır, belə deyək. Bugünkü gündə kimlər, bax, sizinlə biz xeyli bir söhbət edirik Firdevsi müəllim. İstintaq düzgün getməyir. Təbii ki, bir tərəfli istintaq aparılır. Yəni, istintaqın səhvliyi nəticəsində istintaqı aparan müstəntiq töhmət alır. Yox, istintaqın səhvliyi deməyək, çünki nəyə görə deyirəm sizə? Burada istintaqın səhvliyi, yəni müstəntiq elə bir peşədə olan bir insandır ki, mən həmişə, hər zaman dəyərli izləyicilərimiz demişəm ki, müstəntiq bu vəzifə deyil, bu peşədir. Yəni, onda belə çıxır ki, sizin apardığınız, sizin işinizlə bağlı aparılan istintaq, Orxan Süleymanov, eləmi? Yasamal rayon polis idarəsinin müstəntiqi Orxan Süleymanlı sizin dediyiniz nə? Belə çıxır ki, bir tərəfli, qərəzli yanaşaraq bu istintaqı aparıb, düzdürmü? Bəli. Və əlavə olaraq siz də dünən vurğuladınız ki, mənə təqdim olunan materiallarda siz mənə göstərdiniz ki, bu həmin müstəntiq, Yasamal rayon polis idarəsinin müstəntiqi Orxan müəllim siz tərəfdən təqdim etdiyiniz materialları, dəlilləri və sualları cinayət materialına əlavə etməmişdir. Belədir var. Yəni, orada göstərilən faktlar, orada göstərilən videolar, orada göstərilən sənədlər dəfələrlə bunların bir ailə kimi qərəzli mövqeyləri, bunların dəfələrlə Nina xanıma olan təcavüzləri, ona göstərilən fiziki təzyiqlərin heç biri əsaslarını tapmamışdır. Ancaq təəssüflər olsun ki, heç bir əsası olmayan, heç bir ekspertiza rəyi olmayan, hər hansı bir aydan sonra özü evində saxladığı evladını təkrar ekspertiza etdirən və o edilən ekspertizanı kiminsə də boynuna qoymaq, kiməsə də onu günahlandırmaq, bu banan dövlətlərində də yəqin ki, tətbiq edilir. Çünki necə olur ki, bu bir ay sənin evində qalır, bir aydan sonra sən buna ekspertiza etdirirsən və bu ekspertizanı kiminləsə də günahlandırırsan. Bu, heç bir qanuna sığmayan bir amildir. Yəqin ki, bizim dövlətimiz
bizim Ali Baş Komandanımız, bizim hüquq mühafizə orqanlarımız, bizim müəyyən mütəxəssislərimiz buna qiymət verəcəklər. Hüquqi qiymət verirlər. Hüquqi qiymət verəcəklər. Mən əminəm buna, mən əminəm və burada mən öz növbəmdə də ilk öncə Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevə bir insan haqları redaksiyası olaraq, insan haqları redaksiyasının rəhbəri olaraq, Detektiv qəzetinin rəhbəri olaraq mən buradan səslənirəm və müraciət edirəm ki, bugünkü gündə cənab Prezident, siz Ulu Öndər Heydər Əliyevin quruculuğu siyasətinin davamçısısınız və bugünkü gündə Azərbaycan Respublikası bütün dünyaya meydan oxuyan bir dövlətdir, meydan oxuyan bir respublikadır və təbii ki, Azərbaycan Respublikası bütün dünyada tolerant ölkə sayılan bir ölkədir. Bu faktdır, bu inkar olunmazdır və korrupsiya qarşı mübarizəni siz necə aparırsınız və çox şaxəli kadr islahatlarını apardığınızı biz gündəmdə görürük. Bugünkü gündə bu müstəntiq, Yasama Qaran Polis İdarəsinin müstəntiqi Orxan Süleymanlı bir tərəfli qərəzli yanaşaraq, qarşı tərəfin mövqeyini dinləmədən, qarşı tərəfin topladığı dəlillər və yaxud da təqdim etdiyi dəlilləri istinaq materiallarına əlavə etməməyi, mən belə düşünürəm ki, bu bir mənalı şəkildə, qərəzli şəkildə sürülən bir istinaqdır. Və buradan da mən çox gözəl insan, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Vilayət müəllim Eyvazova, cənab general polkovnika müraciət edirəm ki, cənab general, cənab Vilayət müəllim Eyvazov, mən Detektiv qəzetinin rəhbəri olaraq, insan haqlarının rəhbəri olaraq hər zaman dövlət və dövlət uğrunda aparılan bir siyasəti dəstəkləyən bir adamam və heç zaman vətəndaşın mövqeyini tapdalamayan bir insanam. Və bugünkü gündə də Firdevsi müəllim bir valideyn kimi və əlavə olaraq da ki, Moldova Respublikasının vətəndaşı Marietta Nina Fedorovnanın mövqeyini qorumaq bizə düşər. Nəyə görə bizə düşər? Çünki siz bizə bu dərsi vermişsiniz ki, hüquqlarının tapdalanmış insanların hüquqlarının bərpa edilməsi istiqamətində mübarizə aparın. Və mən də bu gündən düşünürəm ki, bugün oldu, məhkəmə oldu, sanksiya verildi, apellyasiya məhkəməsində sanksiya dəyişdirilmədən qaldı və bilirəm ki, əminəm ki, müstəntiq Bakı şəhəri Yasama Qaran Polis İdarəsinin müstəntiqi Orxan Süleymanov bir tərəfli iş aparıb. Və bu ilə bağlı mən düşünürəm ki, siz də bizim bu verilişimizə, bizim bu çıxışımıza baxarsınız və hüquqi qiymət verərsiniz. Və əlavə olaraq, yenə deyirəm, hamımız bilirik ki, günahsız prezumsiyası deyilən bir şey var. Yəni, övlad 7 yaşına çatdığı halda cinayət törədərsə, o valideyn məsuliyyəti daşımır.